Hər kəsə salam. Kanalıma xoş gəlmisiniz və axır ki gözlənilən part 2 sehir videosu sizlər üçün gəldi. Əgər hazırsınızsa gəlin başlayaq. Bir sehirbaz bir vilkana necə əyə bilər? Bugün ondan danışacağıq. Diqqətlə baxırsınız, tek bir vilkamız var. Və sehirbaz o vilkanın doğrudan da büküldüğünü görebilirsiniz. Hatta biraz böyle bükse vilkan sındığını böyle görebilirsiniz. Necə? Gəlin, öyrənək. Bizə lazım olan aksesuarlardan biri sadece tek bir vilka, normal bir vilka. O vilkanı ortadan ayırırız. Bir neynəsə kəsə bilərsiniz. Bu hala gətiririk. Bunu qoyuruq kənara. Və vilka bu formada tutulur. İki parmaq ilə. Bax bunlardan vilkanı tutursunuz tam ortadan. Və böyle tutulur. Biraz da bunu düzəltirik. Normal bir şəkildə. Qıraqdan belə görsənir. Qabaqdan belə. Və indi biraz praktika vilkanı bu parmaq ilə, baxın, bunu da yavaş-yavaş qabağa itələyirsiniz. Belə. Və qarşıdakı vilkanın doğrudan da əyildiyini görür. Buradan bu şəkil. Və ən sonunda isə kırılır. Bu birinci vilka əymə. Bunun bir dənə də ikinci variantı var. Diqqətlə bir də baxırsınız. Yavaş-yavaş əyilir və hətta ayrılır. Əgər bu yaxşıydısa keçid edirik ikinciyə və keçdik ikinci illüziyamıza. Sizə çox sadə və çox asan kubik Rubik dörtlü və yaxud da üçlü, bu indi hal-hazırda 4-dən iş görürük. Dörtlü kubik Rubiki necə yığmaq olar hiləli bir şəkildə onu göstərim. Hər tərəfi qarışıq olan bir kubik Rubik. Diqqətlə baxırsınız. Yığıldığını görürsünüz. Necə? Gəlin, öyrənək. Bizə lazım aksesuarlardan bir ədədi kubik Rubik. Bir tərəfi yığırıq. Əvvəlcə də bunu söküb də yığa bilərsiniz və yaxud da bilirsinizsə belə də yığa bilərsiniz. Digər tərəfləri isə qarışıqdır. Tek bir tərəfi yığılıb. Tutuş bu şəkildə. İki barmaq belə. Bu hissəsi öz tərəfimizə baxır. İzləyici görmür. Bu tərəfi mənə baxır. Bu formada tutduğunu siz görə bilmirsiniz. Və hər tərəfini göstərəndə bir dənə bu tərəfi göstərmirik. Baxın, hər tərəfi göstərəndə nə qədər göstərsəm belə siz mən tutduğum hissədən görə bilmirsiniz. Tüm tərəfləri qarışıq bir kubik Rubik. Buradan tutub bunu belə edəndə yavaş-yavaş bunu döndərdik. Pozisyon bu şəkildə olur. Ancaq qıraq tərəfləri görsənmir. Və izləyici də bunun yığıldığını düşünür. Təbii ki də diqqətlə baxsaq biraz sürət etsəm yığıldığını görürsünüz. Hətta belə də kubipi yığmağa çalışırsınız məsəl üçün, yığa bilmirsiniz. Ən sonunda isə yığıldığını görürlər. Bu biraz sadə idi bilirəm. Ona görə gəlin davam edək 3-cü ilə. Hazırda 3-cü illüziyamızdayıq. Çox hissələri nəzərə alaraqdan kartlarla sehir göstərəcəyik. İstənilən kart ola bilər. Uno kartı və yaxud da standart bicycle kartı ilə edə bilərsiniz. Sehirbaz bir kartı alar. Diqqətlə baxırsınız. Kartı götürürəm. Və kartı yerə attığımı düşünürsünüz. Amma əslində yerdən alıb orada göndərə bilirəm. Necə? Gəlin, öyrənək. Bizə lazım olan aksesuarlardan sadəcə kart. İstənilən kart sehirbaz kartı göstərir. Əvvəlcə kartı
Oradan da əlimizə götürüb masanın üstünə qoyuruq. Biraz qolumuzu düzəltir kimi edib kartı yenidən alırıq. Kartı buradan alırıq. Amma əslində kart burada yoxdur. Əlimizin arxasındadır. İndi onu da göstərəcəm necə edə bilərsiniz. Kart burada 60 kimi edirik. Oradan alıb bura göndərmiş kimi edirik. Amma əslində kartı diqqətlə baxsınız. Yenidən göstərirəm. Kartı alırıq. Kart yoxdur. Əl arxasına keçir. Atdıq və eyni formanı götürülür. Bunu necə edə bilərsiniz? Kartı tutuş. Baxın. Bu. Tək barmaq və ən son barmaq. Bunları qoyuruq kənara. Bu şəkildə. Baxın. Bu şəkildə. Sadəcə bu iki və bu. Tutuş bu şəkildə olur. Kartı. Bunu birinci məşq eləməlisiniz. Bunu bu şəkildə əyə bilməyi ən çox iş görən birinci barmaqdır ki, bunu əyə biləsiniz. Bunu məşq etdikdən sonra bu, bura əlimizə yatdı. Bunlarla isə bunun bu hissələrindən, yəni kartın uclarından tutub, bax bu şəkildə əlimizi açmaqdır. Bu biraz çətin olacaq sizin üçün, çünki biraz məşq, praktika gərəkdirir. Baxın, yenidən tutuş bu şəkildə. Belə. Bunlar uclarından tutdu kartın. Kart belə qalır. Bütün əllər yumulub. Açıldıqda bu hala gəlir. Yeni göstərən biraz cəld praktika. Kartı getdi, götürürük. Biraz məşq praktika. Hətta bunu buna kartı bilə edə bilərsiniz. Fərqi yoxdur. İstənilən kart. Prosta məşq praktika. Yenə deyirəm. Tutuş. Bax, belə edirsiniz əllərimizi bu şəkildə. Tutdunuz. Bu da belə. Diqqətlə baxırsınız. Tutuş. Bu gəldi. Arxaya yatdı. Bu da bunların uclarından tutdu. Bu şəkildə. Və keçirik 4-cü illüziyam. Və gəldik 4-cü illüziyamsa yenə kartlarla. Bir kartı seyirbaz hər kəsin gözü önündə necə dəyişə bilər? Gəlin, öyrənək. Bizə lazım olan aksesuarlardan biri sadəcə kart. Əvvəlcə üsttəki kartı açırıq. Diqqətlə baxırsınız. Və tək bir hərəkətlə. Necə? 2 ədəd kart. Bunu açdınız, bu tək olur. Və bu kartın üzərinə qoyanda bunu bu şəkildə, baxın, biraz qabağa gedir. Bu da gəlir bunun üstünə. Biraz əl praktika, əl məşqi. Bunu rahat edə bilərsiniz. Və arxası belə. Bunu tutuş, bu iki barmaq kartın aşağı və yuxarı hissəsindən, digər iki barmaq kartın digər tərəflərindən və kartı sıxırsınız, buraxdığında avtomatik fırlanır. Diqqətlə baxırsınız. Yenidən buraxdıq, fırlandıq və qoyursunuz bunun üstünə iki kart. Bu qaldı altda və üsttəki kartı götürüb izləyiciyə göstərə bilərsiniz. Yenidən göstərirəm. Üsttəki kartı açırıq və iki kart getdi bu şəkildə. İki bu barmaqlar kartın alt və üst tərəfindən tutur. Tutuş bu şəkildə. Digəri isə bu tərəfdən. Sadəcə kartı sıxdınız, yavaşcana buraxmağınızdır. Sıxdınız, buraxırsınız. Özü avtomatik gedir. Biraz sürət etdikdə tez gedir. Baxın. Sıxdınız, buraxdınız. Bu biraz başlanğıc üçün biraz çətinlik verəcək sizə. Yoxsa buraya get-gedə çox atdınız, öyrənə bilərsiniz. Və keçirik 5-ci illüziyaya. Və gəldik 5-ci illüziyaya. Ancaq bunun sirrini siz tapmağa çalışacaqsınız. Mən sadəcə göstərəcəm. Qarışıq bir kubik Rubik, hər tərəfi qarışıq olan bir küp. Diqqətlə baxırsınız. Çox yavaş edirəm ki, sirrini rahat tapa biləsiniz.
Əgər bunun da sirrini istəyirsinizsə, kanala abunə olun, mənə dəstək olun ki, bu tür illüziyaların sirləri sizlər üçün gəlsin. Bugünlük bu qədər. Sizlə sağollaşırıq. Sağ olun, salamat qalın. İnşallah gələn videolarda görüşmək ümidi ilə.